Biz başka bir televizyada bir neçə verilişlerde olmuşuq. Bunu orada görəndə adam həqiqətən üzü gülür. Neçə söz insanları, söz sərrafları, gələnləri biraz duygusal olurlar. Belki de başkalarına başka söz başka cür təsir edir. Ama şairlərə nəsə bir söz deyə bilərsən, mənə bir başqa cür təsir, amma onlar o qədər həssas olurlar ki, çünki yaradan insanlardılar da həqiqətən. Gözəl qələmi var həm də bizim müəllimi. Xoş gördük, səni burada görməyə sevindim. Bir şiir demə, Nodə, xahiş edirəm müəllimi bir müşahidə elə, rəsul eləsin. Arxa bölümləri olmasın. Aha, buyur gəl. Deyək ki, tamaşaçılarımız gönləri belə görürsün. Yaxşı, gözüm üstə. Denən görün bir şiir denən. Bir saniye. Benim sabah saç çalanlara bir nəsihətnamə yazmışam. Saz benim nəfəsimdir, laylayımdır. Ancaq bura Səryan rayonundan gəlmişəm, gözəl Səryanımla. Bütün Darülmöminlər diyarının ahalisinin adında sizi təbrik edirəm. Tək sizi yox, sizin verilişin təşkilatçılarını, iştirakçılarını aldığını ve müşahede yönetsin. Təbrik edirəm. Həmişə yüksəklərdə səsiniz gəlsin. Ancaq saç çalanlar diqqət eləsin. Kim götürər götürsün. Sağ olun Rəsul. Ruhum cana gəlir sazın səsində. Götür baş sarı tez çal, qadan alın. Naləsiz zilində, ahım pəsində, bəmində canımı al, qadan alın. O saz bir mələkdir, sinif sinənə. Xəyanət eyləmə sənə, sinənə. Dədəmiz Qorquddan bu bir ənənə, sən də ora sadiq ol, qadan alın. O sazın hər telin bir ustadındır. Həyası, isməti sanki qadındır. Onu qoymalı sənin adındır. Bunu bir dəfəlik bil, qadan alın. Diqqət et, diqqət et. Sözünün hər bir səhvində. Aləmin qərq elə sözün ətrinə. Sazı ələ salma pulun xətrinə. Ölürsən şiddət öl, qadan al. Sənətlə gəl girmə sən ədavətə. Birlikdə son qoyaq biz cəhalətə. Sığın ələskərə, çat ədalətə. Deməsinlər sənə kal, qadan al. Ay Sami, nəsihət eylədim. Sənə qurban, deyəsən azdır. Bir gün soruşarlar bunu kim yazdı?